Məsələ 4. Hər hansı üç rəqəmli ABC tam ədədini seçək. Bu ədədi təkrarlayaraq yeni bir 6 rəqəmli ABC tam ədədini yazaq. Bu şəkildə yazılan hər bir ədəd 7, 11, 13, 91, 143, 1001 ədədlərinin hər birinə tam bölünür. Niyə? Həlli. Əvvəlcə 7-yə, 11-ə, 13-ə bölmə qaydası deyim. Onluq say sistemində AN fərqlidir 0 olduqda A0, A1, A2 və s. AN-2, AN-1, AN çox rəqəmli ədədinin son üç rəqəmin əmələ gətirdiyi AN-2, AN-1, AN 3 rəqəmli ədədi ilə əvvəlki N-2 rəqəmli A0, A1, A2 və s. AN-3 ədədlərinin fərqi əgər 7-yə, 11-ə, 13-ə bölünərsə, onda verilən ədədin özü də 7-yə, 11-ə, 13-ə bölünər. Bu qaydanı nəzərə alsaq, biz görərik ki, keçən məsələmizin şərtinə baxaq. Deməli, son 3 ABC 6 rəqəmli ədədinin son 3 rəqəmi ilə əvvəlki 3 rəqəmli ədədi olacaq ABC və çıxanda ABC-ni bərabərdir 0 alırıq. 0 isə 0 7-yə, 11-ə, 13-ə bölünür. Ona görə də AB verilən ədəd ABC 7-yə, 11-ə, 13-ə bölünür.